Əslində xoşbəxt olmaq potensialına sahib olan bəzi münasibətlər niyə mənasız yerdə sonlanır? Sizinlə heç partnyorunuzla olan hər hansısa bir münaqişədə ağlınızdan belə bir düşüncə keçib ki, mən onun üçün bunu eləyirəm, amma o mənim üçün onu etmir. Mən onun etdiyi diqqətsizliyi eləməzdim. Mən onun verdiyi hədiyyəni verməzdim, daha yaxşısını verərdim və s. Bəzi insanlar sizin sevginizi hiss etmirlər. Bəzi partnyorlarda elə olur ki, iki tərəf də qarşı tərəfin onu onun sevdiyi qədər sevmədiyini düşünür. Çünki davranış modelləri və davranış tərzləri fərqlidir. Lakin əgər bunun üzərində bir kommunikasiya qursanız, bu haqda danışsanız partnyorunuzla, başa düşəcəksiniz ki, o əslində sevgisini tamam başqa cür göstərir, siz isə tamam başqa cür göstərirsiniz və insan sevgini öz göstərdiyi formada anladığına görə qarşı tərəfin bəzən onu sevmədiyini düşünür, qarşı tərəf onu çox sevsə belə. Məsələn, bəzilərimiz sevdiyimiz insanları qucaqlamağı, onlarla daim təmasda olmağı sevir. Digər insanlar isə sevdikləri insanın sadəcə yanında olmaq istəyirlər. Sussalar belə, hərəsi başqa işlə məşğul olsa belə və bu problemi münasibəti sonlandırmasın deyə sizə bir texnika deyəcəm və bu texnika münasibətlərin çoxunu xilas edən bir texnikadır. İkiniz də götürürsüz, bənd-bənd bir-bir yazırsınız. Sən belə davrandıqda mən sevildiyimi hiss edirəm və dalınca nömrə 1, məsələn, mənə meyvə doğrayıb verəndə, kömək edəndə, mənə bu sözü deyəndə və partnyorunuz da onu yazır. Sonra isə yazırsınız ki, sən belə davrandıqda sənin məni sevmədiyini düşünürəm. Siz də yazırsınız, partnyorunuz da yazır. Yazıları bir-birinizə verirsiniz və bundan sonra artıq bir-birinizə qarşı olan davranışınızda daha diqqətli olursunuz. Hansı hərəkətinizin partnyorunuzda hansı hiss yaradacağını daha yaxşı bilirsiniz. Unutmayın ki, sevgi ancaq hisslərdən yox, cəhdlərdən ibarətdir və bir-biriniz üçün çalışın.